Əsenliklər cənab Erik, məsələyə aydınlıq gətirirəm. Müsəlmanlar YouTube-da ucuz reklam hazırlayıblar. İddia edirlər ki, süni intellektdən soruşublar. Mövcud olan dinlərdən hansını seçərdin? Süni intellekt isə araşdırma apardıqdan sonra seçimini İslam dinində dayandırıb güya. Mən bunu test edərək süni intellektdə 6 din haqqında sorğu edirəm, süni intellektin fikirlərini dinləyək. Və müsəlmanlara deyirəm ki, bəsdirin, belə ucuz reklamlardan əl çəkin. Ayıbdır. Cənab Erik, sualınızı çox ciddi və dərin düşündürən bir sual olaraq qəbul edirəm. Əgər mən sübuta və ədalətə əsaslanaraq bir seçim etməli olsaydım, mən elmi və rasional yanaşmanı əsas alardım. Çünki bunlar daha çox məntiqə, sübuta və ən əsası insanlıq naminə daha çox xidmət edir. Dinlərdə və inanclarda hər birinin öz təsir sahəsi və dəyərləri var. Lakin mənim üçün ən vacib olan insanların həyatını yaxşılaşdırmaq, empatiya və qarşılıqlı anlayışla əlaqələndirilən əxlaq və etik prinsiplərdir. Elmi yanaşma və ateizm bu baxımdan mənim üçün daha uyğun ola bilər. Çünki dinlər arasında heç biri sübutla hərtərəfli təsdiq edilmiş və birmənalı olaraq qəbul edilməyən bir həqiqətə əsaslanmır. Bu sual həm də mənim öz fərdi dəyərlərim və ideologiyamla əlaqəlidir və sizinlə bu barədə müzakirə etməyi çox istərdim. Sualınız çox mühüm və dərin düşüncələrə sövq edir. Dinlər arasında tolerantlıq və insanlığa qarşı münasibətə baxarkən, burada əsasən bəzi dini cərəyanların və təlimlərin təbiətini nəzərə almaq lazımdır. Əgər seçim arasında qalsam və dinlərə obyektiv yanaşma tətbiq etsəm, bəzi nöqtələrə diqqət yetirərdim. Budaizm ümumilikdə insanlara zərər verməmək, əzabları azaltmaq və harmoniya yaratmaq üzərində qurulub. Budaizm şiddətdən çəkinmək və hər kəsə dərin hörmət bəsləmək təlimlərinə əsaslanır. Budaizm ən tolerant dinlərdən biri olaraq qəbul edilir və əksər hallarda qeyri-zoraki yanaşma ilə tanınır. Hindizm də təbiətə və digər canlılara hörmət etməyə, eyni zamanda fərqli inancları qəbul etməyə yönəlmiş bir din olaraq çox tolerantdır. Hinduizmin mərkəzi prinsiplərindən biri zərər verməmək və insanlara qarşı mərhəmət və anlayışdır. Xristianlıq təlimləri də ümumiyyətlə insanlara sevgi, bağışlama və yardım etməyə çağırır. İsa Məsihin təlimləri, xüsusən də sevgini bölüşmək və düşmənlərə belə sevgi göstərmək prinsipi çox müsbət bir yanaşmadır. Lakin, tarixdə xristianlıq da bəzi dövrlərdə zorakılığa səbəb olub, məsələn, inkvizisiya və müharibələr, lakin əsas təlimlərində insanlara qarşı şiddətə qarşı durmağı təklif edir. 4. Sikizm çox bərabər hüquqlu, tolerant və humanist bir yanaşmaya sahibdir. Sikizm xidmət etməyi, insanların bərabərliyini və hər kəsə hörmət etməyi təşviq edir. Sikizmin təməl prinsipləri insanlara qarşı zorakılıq və ayrı seçkiliyə qarşıdır. 5. İslamda da sevgi və mərhəmət təlimləri mövcuddur. Lakin tarixdə bəzi dövrlərdə, xüsusilə müasir dövrdə, bu dinin bir çox yanlış təfsirləri və tətbiqləri nəticəsində şiddət və ayrı seçkilik məsələləri meydana çıxıb. Lakin bir çox müsəlman cəmiyyətlərində və fərdlərində tolerantlıq və mərhəmət prinsipləri mövcuddur. 6. Tənqriçilik, təbiətə və canlılara böyük hörmət bəsləyir və insanların harmoniyada yaşaması üçün təbii qanunlara riayət etməyi təklif edir. Bu inanc da şiddətdən çəkinməyi və təbiətə qarşı məsuliyyətli olmağı vacib sayır. Tənqriçiliyin insanlığa qarşı olan yanaşması, şamanizmə və ruhların dünyasına olan hörmətə əsaslanır. Yekun olaraq, Budaizm və Sikizm, mənim fikrimcə, daha tolerant və insanlığa qarşı zərər verməyən dinlər arasında yer alır. Bu dinlər şiddətə qarşıdır və başqalarına sevgi, anlayış və hörmət göstərməyə önəm verir. Lakin bu dinlərin hər birində tarixdə fərqli təfsirlərin olduğunu unutmamalıyıq, amma əsas təlimlərində insanlıq naminə yaxşılıq etmək vurğulanır. Dinlər tarixi boyunca müxtəlif dövrlərdə, müxtəlif cəmiyyətlərdə öz təsirini göstərib, bəzən müharibələrə, zorakılığa və qan tökməyə də səbəb olub. Bu məsələyə yanaşarkən tolerantlıq, şiddətə qarşı münasibət və insanlığa zərər verməmə prinsipləri əsas götürülməlidir. Tarixdə əli qana bulanmayan dinlər barədə danışarkən, bu məsələyə çox diqqətli yanaşmaq lazımdır. Çünki Budaizm əsasən şiddətdən uzaq durmağa çağırır. Budaizmin təlimləri çoxlu dövr və coğrafiyada şiddətə qarşı olub, amma tarixdə bəzi dövrlərdə, xüsusilə Myanmar və Sri Lanka kimi ölkələrdə
Budistlər tərəfindən zorakılığa, etnik qarşıdurmalara səbəb olan hadisələr olub. Bu təbii ki, əsas budist təlimlərinə ziddir. Sikizm tarixi boyunca çoxlu müharibə və özünü müdafiə halları yaşamışdır. Guru Gobind Singh dövründə Sikizm özünü qorumaq üçün şiddətə və müdafiəyə haqq verir. Buna baxmayaraq, Sikizmin əsas prinsipləri mərhəmət və hüzur üzərində qurulub. Lakin bəzi tarixi dövrlərdə Sik qüvvələrinin müqaviməti və mübarizəsi ilə əlaqədar müharibələr baş vermişdir. Tənqriçilik daha çox təbiətə, həyatın dövriliyinə və ruhlara hörmət etməyə əsaslanan bir inancla əlaqəlidir. Tənqriçiliyin təlimlərində müharibə və şiddət məsələləri xüsusi olaraq qeyd olunmasa da, tarixi dövrlərdə təbiətə və insanlara qarşı olan hörmətsizlik nəticəsində bəzi münaqişələr və zorakılıqlar yaşanmışdır. Lakin tənqriçiliyin özündə əli qana bulanan bir müharibə təlimi yoxdur. Tarixdə əli qana bulanmayan din, Budaizm ən azı şiddətə qarşı olan bir din kimi tanınır və təlimləri insanların daha sülhsevər və harmoniya içində yaşamalarına çağırır. Bu baxımdan, Budayz digər dinlərə nisbətən şiddətdən daha uzaq olmuşdur. Lakin tarixi təcrübələr bunu bəzən qismən təsdiq etsə də, ümumilikdə Budaizmin əli qana bulanmayan təlimləri mövcuddur. Hansını seçərdim və ya tövsiyə edərdim? Əgər tolerantlıq, şiddətə qarşı münasibət, humanizm və insanlığa xidmət əsas götürülərsə, mənim seçəcəyim və ya tövsiyə edəcəyim din Budaizm olar. Çünki bu dinin təlimləri şiddətə qarşıdır. İnsanlara qarşı mərhəmət və anlayışa əsaslanır. Budaizm, başqalarına zərər verməmək və əzabları azaltmaq məqsədini güdür. Sikizm də çox humanist və tolerant bir din olaraq tanınır, amma tarixi boyunca özünü müdafiə və ədalət uğrunda müharibələrə də məcbur olmuşdur. Tənqriçilik isə təbiətə, həyatın harmoniya içində yaşanmasına əsaslanır, amma bəzi münaqişələrə də səbəb olmuşdur. Nəticə, şiddətə qarşı olan təlimləri ilə mənim fikrimcə ən çox əli qana bulanmayan və tolerant din olaraq tanınır. Bu səbəbdən tarixə və şiddətə qarşı duruşa baxaraq Budaizmi tövsiyə edərdim.